İstifadə edən hamı da deyir ki, bu telefon flaqman qatilidir. Ay nə bilim iPhone-un taxtından salacaq. Bu smartfon üzərində yazılanlara baxsaq, telefon əjdahadır. Kağız üzərində yazılanlar real həyatla həmişə üst-üstə düşmür. Siz yeni kanalıma dəstək üçün abunə olun. Honor 400 Pro-nu qutusundan çıxardım görüm nələri bacarır. Bugünkü qonağım Honor 400 Pro-dur. Gəlin belə də göstərim. Çox maraqlı bir qutusu var. Gəlin də qutu açılışından başlayaq. Və qutudan asan kimi smartfon özü elə birbaşa çıxır. Burada belə bir qablaşdırması var. Bir dəqiqə. İlk öncə bunu eləyəcəm. Son vaxtlar nəsə o deyil. Honor 400 Pro. Telefonu bir kənara qoyub qutunun digər aksesuarlarına baxmaq istəyirəm. Bu qutunun içindən bir dənə də başqa bir qutucuq çıxır və burada artıq iynə görürsüz. Sim yuvasını açmaq üçün iynə, içində hər kəsə lazım olan o məlumat kitabçası və şəffaf rəngdə silikon bir case çıxır. Case'ə baxaq. Belə bir case'dir, gördüyünüz kimi. Düzdür, sarılacaq, bir müddət sonra sarılacaq. Amma digərlərinə baxmış, bir az daha gec sarılacaq. Çünki bunların materialı elədir ki, şəffaf case'lərə günəş vuran kimi, işıq dəyən kimi yavaş-yavaş başlayır sarılmağa. Bunun sarılmağın keyfiyyətlə heç bir əlaqəsi yoxdur. Bu case'i də qoyuruq bir kənara və nə görürük? O təriflədiyimiz o məşhur brendlər var, hansı ki ekologiyaya zərər verməmək üçün adapter başlığını çıxardıblar qutudan. Honor burada bizə qəşəng bir jest eləyibdi və adapter başlığı qoyub. Özü də burada nə görürəm mən? Adapter başlığı 100 wattlıqdır. Sadəcə yerləşdirməsini bəyənmədim. Elə bil ki necə gəldi qoyublar və qutunu qablaşdırıblar və salam. Bunu daha biraz sərgəli eləmək olardı məncə. Burada bir dənə naqil var. USB-C və USB-A tipli bir naqildir. Adapter başlığı isə sadəcə bizdə var. Avropa bazarında adapter başlığı yoxdur. Avropa bazarını deyəsən nəzərə almayıblar. Avropa bazarında bir dənə fərq var ki, onu deyəcəm. Telefonu əlinə ilk götürəndə hiss edirsən ki, biraz sürüşkəndir. Bu plastik korpusdur. Arxa da səhv etmirəmsə plastikdir, yoxsa şüşədir. Plastikə oxşuyur. Amma arxa panel qəşəngdir. Kamera bloku maraqlıdır, sizə deyim ki. Açığı bu qiymətdə olan bir telefonu кейsiz işlətməyə də biraz ürək lazımdır. Qiymət demişkən ilk olaraq telefonu çəkilişə təqdim elədiyi üçün İrşada təşəkkür etmək istəyirəm. İrşadda bu telefonun məndə olan 256 GB yaddaşlı versiyası 1250 manatdır. Daha doğrusu 1249 manat 99 qəpik. 512 GB-lıq versiyası isə 1450 manat. Hər iki variant 12 GB-lıq RAM ilə təchiz olunub. Smartfonda 6,7 düymluq 120 Hz tezlikdə oval fason bir ekran qoyublar. Yəni tam da oval deyil. Yaxşıdır, premium görüntü verir. Sadəcə pis tərəfi var, o da aktiv oyun oynayanda öyrəşənə qədər əlim bu ekranın qıraqlarına dəyə bilir. Lazım olmayan düymələrə basıla bilir, lazım olmayan yerlərə gedə bilir. Maksimum parlaqlıq 5000 nitə qədər desələr də bu HDR məzmununda kiçik bir hissəni belə parlaq eləyir. Ümumi maksimum nit 1500 nitə qədərdir parlaqlıq. Ekran pikselinin 460 ppi olmağı bizə yenə imkan verir. Başa düşək ki, ekranda olan rəng detalları heç də pis deyil və ekranın gövdəyə nisbəti təxmini 90%-dir. Elə barmaq izində bu ekrana inteqrasiya ediblər və sizə deyim ki, heç də yavaş işləmir. Çox da normal işləyir. Bax, performans tərəfi maraqlıdır. Ən güclü prosesorlardan biri telefona qorxma, mən səninləyəm deyir. 4 nanometrlik arxitekturada Snapdragon 8 Gen 3 var. Məncə bir çoxumuz bu prosesorun gücünə bələdiyik. PUBG-də bütün tənzimləmələrə ultra qoyub oynadım. Telefonda nə donma var, nə də gecikmə. Amma bir məqam var ki, kamera tərəfdə yüngül istilik olur bu hissədə. O da sadəcə yüngül bir istilik hiss edirsən, yəni qızma deyəcək qədər də belə deyil. Kamera demişkən, gələk əsas məsələyə. Kamera marketinqdir, yoxsa reallıq? Bu telefonun əsas reklam hissəsi 200 megapiksellik kamerasıdır. Megapiksel söhbətində rəqəmlərə çox da aldanmaq lazım deyil. Onsuz da gündəlik çəkilişdə hamımız kameranın ən belə maksimum tənzimləmələrindən faydalanmırıq, istifadə eləmirik. Hətta telefonun kamera tərəfdən çoxlu süni intellekt xüsusiyyətləri var. Şəkili avtomatik böyüdür, ərazisini genişləndirir, lazım olmayan detalları çox ustalıqla silə bilir. Şəklin keyfiyyətini, piksel dəyərini yaxşılaşdırır. Bunların hamısını ekranda siz nümunə olaraq görürsünüz. Gəlin ən yaxşısı mən sizi kameralarla tanış edeyim. Deməli burada 3 kamera var. 3 kameradan
Biri 1.9 diafragmada 200 megapiksellik geniş bucaq kamerasıdır. Digəri 50 megapiksellik 2.4 diafragmada telefoto kamerası. O biri isə 12 megapiksellik ultra geniş bucaq kamerasıdır. O da 122 dərəcəlik çəkilişlə 2.2 diafragmadadır. Amma sizə deyim ki, şəkilləri çəkəndə gördüm ki, kamera doğrudan da pis deyil. Yəni bu qədər blok o boş-boşuna yer tutmayıb, boş-boşuna dayanmayıb burada. Ön kamera arxa kamera qədər əladır desəm düz olmaz. Amma ön kameranı yaddan çıxarmayıblar. Hətta 2 dənə kamera var burada. Buradan belə göstərim sizə. Burada dual kameradır. Biri 50 megapiksellik, biri isə 2 megapiksellik dərinlik kamerasıdır. Arxa və ön kameraların hər ikisi 4K 60 FPS və Full HD 60 FPS çəkiliş eləyə bilir videoda. Sadəcə arxa kamerada optik sabitləyici var. Yaxşı, biraz da kameranı tərifləsəm də bilməyəcəm. Telefon icmal edirəm yoxsa kamera. Keçək batareyaya. Avropa bazarı üçün 5300 mAh batareyaya sahibdir. Lakin bizdə satışda olanlar isə 6000 mAh gücündədir. İstehsalçı deyir ki, 100 W'lıq adapterlə cəmi 15 dəqiqə 51% satacaq. Bundan əlavə olaraq 50 Watt naqilsiz enerji qəbul edir. 5 Watt deyir bu. Əks enerji 5 Wattdır ki bunda. 5 Watt əks enerji ötürə bilir. Yaxşı gəlmişdi, bu əks şarj məsələsində yaxşı olmadı. Məncə onlar bu dəyəri yüksəldə bilərdi. O qədər də çətin olmamalıdır onun üçün. 5 Watt az deyil, çox azdır. Bunu da deyim ki, telefon IP68 və 69 sertifikatlarının olduğuna görə suya və toza da davamlıdır. Honor 400 Pro haqqında yekun nəticəni desəm, Samsung'un və iPhone'un yuxarı modellərinə o qədər pul vermək istəmirsinizsə, Honor 400 Pro məntiqli seçim ola bilər. Bəs sizcə bu telefonun çatışmayan cəhətləri nədir? Şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Kanala abunə olub zəng ikonunu da aktiv edin ki, növbəti videolardan ilk siz xəbərdar olasınız. Hələlik, salamat qalın.